Allah üçün qardaşlıq. Qardaşını öz kürəyində dağa çıxarmaqda olan bir adama yükün ağırdır demişlər. Adam demişdir, bu mənim yüküm deyil, bu mənim qardaşımdır. Bir Arifdən soruşmuşlar, birinin sənə həqiqi qardaş olduğunu necə anlayarsan? O Arif kəs cavab vermişdir. Qayğımı daşıyar, hal-əhvalımı soruşar, ehtiyaclarımı qarşılayar, xətalarımı bağışlayar, mənə Allahı xatırladar demişdir. Demişlər ki, bəs sənin ona qarşılığın nə olar? Demişdir, qiyabında dua edərəm. Allah yolunda qardaşlıq əllərin gözlərlə bağlantısına bənzəyər. Göz yaşardığında əl yaşlarını silər. Əl ağrıdığında göz onun üçün yaş tökər. Həsən Əl-Bəsri, Allah ona rəhmət etsin, demişdir. Dostlarınızla dostluğunuzu davam etdirin. Çünki vəfakar bir dost işıq verən bir lampaya bənzəyər. Sən onun işığını ancaq dünyan qaraldığında idrak edərsən. Allahım, bizləri sənin rızan üçün bir-birlərini sevən, sənin kölgəndən başqa hər hansı bir kölgənin olmadığı o gün kölgələndirdiyin qullarından et. Allahumma amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu an la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.